Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Avroviziya təmsilçimiz Çingiz Mustafayev əməliyyat olunub. Xəbər verilir ki, bu barədə o özü məlumat yayıb. Sənətçi uzun müddətdir yaşadığı bir problemi aradan qaldırdığını bildirib. 5 il ərzində çiynim 7 dəfə çıxıb. Hər dəfə eyni ağrı, eyni qorxu, eyni narahatlıq. İdmanda aktiv həyat da tam mümkün olmurdu. Hər dəfə özümə deyirdim, hələ tezdir, biraz da gözləyim, bir sözlə iş güc və s. Amma 2 ay əvvəl sonuncu dəfə çiynim çıxanda anladım ki, artıq bu məsələni həll etməyin vaxtı gəlib. Qərar verdim və sağlığımı ürəyimə yatan ilk görüşdən etibarımı qazanan həkimə həvalə etdim və nəhayət dünən əməliyyat olundum. İndi uzun bir reabilitasiya dövrü başlayır. Əməliyyat önəmlidir, amma ən çətini sonraki mərhələdir. Səbir, intizam və özünü qorumaq. İstəyirəm biləsiniz ki, dualarınız və dəstəyiniz mənə böyük güc verir. Eyni problemi yaşayan dostlara isə bir sözüm var. Gözləməyin, mənim kimi illərlə səbir etməyin. Hər çıxıq çiyini daha çox zədələyir. Vaxtında əməliyyat gələcək həyatınızı xilas edir.